Biz bundan sonra kodumuzu Visual Studio Code'da yazacağıq və kodumuzu daha rahat və sürətli şəkildə yaza bilməyimiz üçün Visual Studio Code'da bizə təqdim olunan bəzi extensionlar, yəni əlavələr var və biz bu əlavələri yükləyərək öz işimizi daha rahat və sürətli şəkildə görə bilərik. Həmin extensionları yükləmək üçün solda Extensions düyməsi var, ona basırıq və belə bir panel açılır. Burada Install hissəsində daha əvvəldən yüklədiyimiz extensionların siyahısını görə bilərik və yenisini axtarmaq üçün isə bu axtarış qutusundan istifadə edirik. Bura mən Live Server yazacağam, hansı ki bizə birinci lazım olan extensiondur. Bu nə işi görür? Biz burada index.html faylımız var. Kodumuzu yazırıq, amma bizə lazımdır ki, bu kodu dinamik şəkildə brauzerə verə bilək və etdiyimiz dəyişikliyin nəticəsini tez bir zamanda görə bilək. Və bu işi bizim üçün Live Server görür, o hansı ki bir lokal server yaradır bizim kompüterimizdə və canlı şəkildə live reload o deməkdir ki, biz koda dəyişiklik etdikcə o avtomatik olaraq həmin dəyişiklikləri brauzerə göndərir və brauzerdə həmin kodu işə salır və nəticəsini bizə ekranda göstərir. Bunun üçün biz index.html faylın üstündə sağ klik edirik və burada Open with Live Server seçimi var. Qısa yol həmçinin Alt-L və Alt-O-dur. Birinci Alt-L basacağıq, daha sonra Alt-O. Bu şəkildə bizim kodumuz brauzerdə açılmış olur. Burada ağ görsənməyin səbəbi səhifəmizdə hər hansı bir kontentin olmamağıdır. Mən bura adresi yazsam, yoxlamaq məqsədilə gördüyünüz kimi bura düşür. Biz Live Server'ı qısa olaraq bu məqsədlə istifadə edirik. İkinci extensionımız Autocomplete tagdir. Bu nə üçündür? Deyək ki, bizim bir neçə dənə tagimiz var və bunların hamısını qruplaşdırmaq üçün hər hansı əlavə bir tagin içinə salmaq istəyirəm. Bunun üçün mən nə edə bilərəm? Bunları silərəm, kəsərəm daha doğrusu. Təzə bir tag yaradaram və təzə onun içinə yapışdıraram. Bu bir variantdır, amma başqa bir variant da var. Hansı ki bizim kodumuz çox uzun olanda bəzən işimizi sürətləndirir, hətta bir çox hallarda işimizi sürətləndirir. Bunu silmək əvəzinə sadəcə olaraq Alt və W düymələrini basıram və avtomatik olaraq gördüyünüz kimi bunları P tagın içinə salır. Mən bu P-ni dəyişib daha sonra istədiyim tagda eləyə bilərəm. Bu tagın digər üstünlüyü nədir? Mən divdə hər hansı bir dəyişiklik eləyəndə, açılış tagində hər hansı bir dəyişiklik eləyəndə avtomatik ona uyğun qapanış tagı da dəyişilir. Gördüyünüz kimi mən bura nəsə yazdıqca həm açılış, həm də qapanış tagı avtomatik olaraq eyni formatda davam edir və uyğunsuzluq olmur. Üçüncü extensionimiz isə HTML Preview'dur. Biz bunu nə zaman istifadə edə bilərik? Əgər biz hər dəfə sırf HTML və hətta CSS kodlarımız varsa, hər dəfə onları brauzerdə gedib baxmaq əvəzinə nə edə bilərik? Ctrl, Shift və V düymələrini basıb, bu extensionu yüklədikdən sonra əlbəttə ki, burada gördüyünüz kimi elə bir tab açır bizim üçün Visual Studio Code'da. Biz bu tabı sadəcə olaraq yan tərəfə keçirsək, burada da kodumuzun nəticəsini sağ tərəfdə eyni vaxtda görə bilərik. Biz dəyişiklikləri etdiksə, burada yəni test yazıram və yazdıqdan sonra həmin mətin buraya avtomatik olaraq əlavə olunmuş olur.